Deyir düzbucaqlı formasında olan gül əkilən sahənin ölçüləri 5-6-dır. Gülü sahənin ətrafına hər tərəfi boyunda eyni eynikdə olmaqla səki düzəltdilər. Deməli, gül əkilən sahə burası bizdə 5-dir. Burası isə 6-dır. Hər tərəfdən bax x olaraq artırmışam. Deməli, olmalıdır bu hissə 5 üstə gəlsin 2x, aşağı da olmalıdır 6 üzərinə gəlsin 2x. Deyir, güllü sahənin səki ilə bircə sahəsi. Yəni, bu vurulsun bu. Yazsam belə. Buranı silək. Olacaq belə. 5 üstə gəlsin 2x, vurulsun 6 üstə gəlsin 2x. Bu deyir ki, güllüyün sahəsindən 3 dəfə çoxdur. Güllüyün sahəsi bura içəridir. Yəni 5 vurulsun 6-dır, 30. Bundan 3 dəfə çoxdursa bərabər eləyəcəm 3-ə. İndi vurub açaq. Vurub açanda 5'i 6'ya vuram 30. 5x 2x'e vuranda 10x. 2x 6'ya vuranda 10x. 10x ile 10x olacaq 22x. Bir de 2x 2x'e vuram 4x kvadrat. Bərabər 3'ü 30'a vuranda olacaq 90. 4x kvadratı üstə gəlsin 22x. 30'dan 90 çıxanda çıxılsın 60. X kvadrat 2x kvadrat daha doğrusu. 2'ye bölsün. 2x kvadrat üstə gəlsin 11x çıxılsın 30 bərabərdir 0. Diskriminantın həllini tapaq. Deməli 11'in kvadratı 121. 30'u 2'ye vuranda eləyəcək 60. 60'da 4'e vuranda 240. Mənfi plus olur. Olacaq 361. 361 də 19'un kvadratıdır. X1 2 bərabərdir. Mənfi 11 plus minus 19 bölünsün 4. Biri mənfi 30 böl 4'də o ola bilməz. 19'dan 11 çıxanda 8. 8'i böləm 4'ə. Deməli, x bizdən neçə olacaq? 2. 8'in enini soruşurdu. Cavab olacaq 2.